Fenerbahçeli olaraq günlük xəbər rutinlərim bitmişkən bu videonu çəkməmək mənə görə günah olardı. Günahımızdan çıxaq. Sosial şəbəkələrdə paylaşılan bu videoya ürəyimi buraxdım. Həm gülmüşəm, həm əylənmişəm, həm də zövq almışam. Məlum olduğu kimi bu əslində AK Partinin marşıdır və Fenerbahçenin marşını artıq Recep Tayyip Erdoğan marşı əvəz edib. Bəli. Ümumiyyətlə son günlərdə Recep Tayyip Erdoğanla bağlı çox maraqlı, xoşagələn videolar görürdüm. Bu məni sevindirirdi. Amma təbii ki, rəisin Səudiyyə Ərəbistan səfəri zamanı konteni alıb gəlməsi də sözün əsl mənasında təkcə Fenerbahçalıların deyil, bütün Türkiyənin ürəyini ələ almağa bacardı. Təsadüfi deyil ki, artıq videoların %80'ində ekonomi sorunu mu var kimisindən bir cümlələr var. Yəni artıq iqtisadiyyatdakı problemlər gözə görsənmir. Kontenin gəlişi hər şeyi dəyişməyi bacardı. Kısaca Saran'ın gəlişindən sonra, Saadettin Başkan'ın gəlişindən sonra Türkiyədə Fenerbahçanın o alovlanma dönəmi gəlir. Mən elə gəlir bu hələ başlanğıcdır. Əgər bu işə reis əl qoydusa, vəssalam. Və unutmayaq ki, təkcə Recep Tayyip Erdoğan deyil, Atatürk'ün zamanında da Fenerbahçe maçlarına özel olarak gedirdi Atatürk. Yəni biz hər zaman asil gəldik, asil davam edirik, asil də gedəcəyik. Amma bu məqamı vurğulamasam olmazdı, çünki mən ən başdan Fenerbahçalıyam, ən başdan reisçiyəm, yəni bəziləri kimi sonradan dəyişməmişəm zövqlərimi. Amma bu zövqlərim təbii ki, Türkiyə çərçivəsindədir. Mövzu Azərbaycan olarsa, Qarabağ və öz reisimiz ən başdadır. Bütün reislərimizə və bütün takımlarımıza sevgilər, saygılar və uğurlar.